Salam yoldaşlar. Gəldik presentation yerinə. Presentation yeri təqdimat yeridir və burada məlumatların formatları təyin olunur və encoding və decoding prosesləri burada baş verir. Encoding artıq məlumatın kriptoqrafik formaya salınmasıdır. Decoding isə bu formadan çıxarılması burada təmin olunur. Ümumi məlumatların desək burada vahidlər şəkildə artıq bölünür. Yəni artıq şəkillər MP4 formasında, şəkillər JPEG formasında, videolar MP4 formasında, səslər indi səs formasında çevrilir və s. burada məlumatlar ondan sonra göndərilir. Yəni ümumi buradan baxsam, məlumatlara vahid səviyyədə çevrilməsidir. Və burada təhlükəsizlik təmin olunur. Təhlükəsizlik necə təmin olunur desə, buradan SSL sertifikatları vasitəsilə burada təyin olunur. İndi SSL daha köhnə sertifikat, indi çox da istifadə olunmur. Ən çox istifadə olunan TLS formasıdır. İndi TLS-in də ən son version 1.3 idi. Neçə versiyası var, o daha təhlükəsizdir. Konkret yadımdan çıxıb ən son versiyası təhlükəsizlik təmin edir. TLS-də məntiqən artıq üçüncü tərəfin məlumatlarının oxunmağı artıq tamamilə dayandırılır. Ən son versiyada təhlükəsizlik təmin olunur. Təbii ki, burada da indi nə qədər versiyalar yeni yayılsa da bunların da bypass metodları çıxır. Amma hal-hazırda baxsaq, təhlükəsizlik baxımından ən çox TLS-dir. HTTPS-in məntiqinə baxdıqda buradan Security Hypertext Transfer Protocol getdiyi üçün burada SSL TLS ilə bu security təmin olduğu üçün HTTPS də həm application layeri, həm də presentation layerinə aid olur. Buradan ondan sonra baxsam buradan başqa buradan danışmaq üçün nə qaldı? Application layerinə keçim. Davam edelim application yerindən. Deməli, application yeri artıq istifadəçinin məlumatların məlumatın tamamilə istifadəçiyə çatdığı yerdir. Bu yerdə istifadəçi konkret məlumatları qəbul edir və göndərir. İndi burada müxtəlif layer protokollardan istifadə olunur. Buradan Telnet, FTP, TFTP, NFS, fərqli burada həddən artıq DNS olsun, DSP, POP, HTTP, HTTPS və s. protokollardan istifadə olunur. Bu da application layeridir. İndi application layerindən belə qısa danışdım. Narahat olmuyoruz. Application'da buradakı bütün sistemlərdən hər birindən ətraflı danışacağım. Amma sadəcə OSI-ı yekunlaşdırmaq üçün buna görə belirləyirəm və biraz da OSI və TCP/IP modellərini bir-birinə müqayisə edək. OSI modelini artıq qurtardı yoldaşlar. Biraz da TCP/IP ilə müqayisəsini buradan göstərsək. OSI-də 7 layer olduğu haqqında artıq TCP/IP modelində 4 layerdir. TCP/IP FBI-nin çıxartdığı ilk olaraq çıxardığı bu layer məntiqi ilə 4 layerlə işləyirdi. Daha köhnədir. Ən çox istifadə olunan hazırda indi OSI-dir. İndi buradan baxsam fərqlərindən görürəm ki, artıq physical layer və data layer birləşib ümumi network layer olub. Network layer internet layer təşkil edir. Transport olduğu kimi transportda qalıb. Amma burada application layeri artıq session, presentation və application'ın birləşməsi əsasında bir ədəd application təşkil olunur. Yəni buradan görürəm ki, 4 layer var buradan. Burada bunlar həll olunur. İndi hər layerə görə security açıqları var. Misal sniffingdə deyilək ki, yer birdən danışa bilərik. Fizikalda gedir bu. Ondan sonra data link layerində spoofing danışa bilərik. Misal IP spoofingdən istifadə oluna bilər. Networkda mail in the middle var. Mail in the middle əslində bunların hamısında var. Hər birində mail in the middle istifadə edə bilərsiniz. Transport reconnaissance burada istifadə olunur. Session hijacking, presentation'da phishing'dən istifadə olunur və application'da exploit'dən istifadə olunur. Bu da layer səviyyəsində OSI-da açıq vektorlardır. Amma başqa burada danışsaq artıq bununla OSI və TCP/IP modeli bitdi yoldaşlar. Növbəti videolarda artıq network protokollarından danışacağam. Növbəti videoda görüşənə qədər Allah'a emanet.